Qadın və uşaq sığınacağından hər birinizi salamlayırıq. Bu dəfə püşkatmada adları çıxan uşaqlarımızla Qubaya səfərə yollandıq. Yatmısan gecəni? Səhər tezdən uşaqların əhvalını soruşdum, gitarımızı və lazım olan əşyaları götürüb yola çıxdıq. Qubaya gedən yolda ödənişli trasdan istifadə etdik. Yol boyu balaca qızımızın xoş xırıltısı üzümüzdə təbəssüm yaratdı. Onu da qeyd edeyim ki, benzin xərci, ödəniş, yol və uşaqların yolda olan istəklərini izləyicimiz Şəhanə xanım qarşıladı. Təşəkkür edirik buna görə. Yola çıxmazdan əvvəl izləyicimiz Hilal bəy zəng etmişdi. Bildirmişdi ki, bizi qarşılayacaq və uşaqlar üçün hər şeyi hazırlayıb artıq. Nəhayət kəndin adlı Agro turizm məkanına getdik. Buranı görəndə həqiqətən gözlərimizə inanmadıq. Doğma torpağımızda belə möhtəşəm yerlərin olduğunu görmək həqiqətən heyran qaldıq. Gələn kimi balaca dostumuz bizi qarşıladı. Hilal bəy uşaqlar üçün çox gözəl səhər yeməyi hazırlatmışdı. Oradan zaten saramdır. Sonra yayda oyanlarda piknik zonası var. 50 nəfərlik, 100 nəfərlik, 200 nəfərlik. Qaçaşı gəzib qutarandan sonra şey edə bilərsən. Orada bizim dostlarımız var da, Macəra Otel. Aha. Orada mən deyəcəm, sizə bir dənə qəşəng yer ayıracaqlar. Buranı gəzəndən sonra gəlin orada oturun, qəşəng bir istirahət edin, bir çörək yeyin. Orada da qəşəng göl var, katamaran var. Sonra uşaqlar üçün maraqlı oyun zonaları var. Uşaqlar iştahla yeməklərini yedilər. Batırmadı, beləsiniz. Belə. Qəşəng ürəklərin əsli, balıqdır, ətdir, nədir, hamısından Sonra atlarla tanış olmağa getdik. Kəndin agroturizm məkanının rəhbəri Vüsal bəy bizə atların cinsi və yaşı haqqında maraqlı məlumatlar verdi. Qarabağ atıdır. Ən özəl atlarımızdan biridir. Niyə özəldir? Bunun aktiv yarışlarda iştirak edən çempion atımızdır bu. Cinsi ingilisdir. Adı Nazlıcandır. İndiyə qədər də 6 çempionluq olub. Qorxma, bab söhbət. Biraz buradaydı, ölümcül vəziyyətdəydi. Ümid yox idi bunun yaşamasına. Ancaq burada yaxşı baxıldı deyə əmələ gəldi və biz bu il bundan bala da aldıq. uşaqlar ilk dəfə atları yemlədilər, sığalladılar və onlarla yaxın ünsiyyət qurdular. Hilal bəy Bakıya qayıtmalı idi, bizimlə sağollaşıb ayrıldı. Onun səmimiyyəti uşaqların gününü daha da mənalı etdi. Balalarımız atlara minib xeyli gəzib əyləndilər. Nurayın gülüşü isə həmişəki kimi bir başqa aləm idi. Dedik gecəyə düşməyə, sağollaşıb yolumuza davam etdik. Çox sağ olun, görüşək inşallah. Minnətdaram hər şeyə görə, sağ olun. Yolda it burnu dərdi, Mehriban xanım demişdi gələndə alarsınız. Dedik sözümüzü tutaq. Bizim üçün it burnu yığıb, sağ olsun. Bizi fikirləşərək, bizi düşünərək. Nə qədər yığdın baxın? Neyniyəcəyik bu it burnu ilə? Qaynadacaq. Neyniyəcəyik? Qaynadacaq. Uşaqlar internetdə Qəçrəş kəndinin adını çox eşitmişdilər. Biz də dedik oraya gedək. Yolda qutabdan yedik, amma uşaqlara yağlı gəlməsin deyə yağsız istədim. Bir dənə ət, bir dənə qarın, bir dənə göyərti zəhmət olmasın. Uşaqlar bəlkə yağ vurmasın. Yağ məsləhət bilmirəm mən sizə. Hə, vurmayın da zəhmət olmasın. Hə, qoy belə yesinlər, hə. Nətər dadır? Ürəncədir. Birlikdə şəkil və video çəkdirdik. Hilal bəy demişdi ki, Macəra otelinə sizin üçün yer ayırtmışam. Ora çatanda sanki nağıla düşdük. Buranın abu havası, təbiəti, aurası, hər şey o qədər möhtəşəm idi həqiqətən. Yeməyə Naxçıvan qovurması və Macəra adlı xüsusi yemək sifariş etdik. Yeməklər hazır olana dək göldə gəzməyə çıxdıq. Təmiz havanı, quş səslərini dinləyərək qayığımızı sürdük. Qaydanda yeməklərimiz hazırdır. Hamı doyunca yedi. Sonra uşaqlardan təəssüratlarını bölüşmək istədim. Uşaqlar, bu günlərim gəzintimizin artıq sonuna çatdıq. Bilirsiniz ki, Quba şəhərində gəzməli, görməli yerləri çox istəyirdim ki, sizə göstərim və gəldiniz, gördünüz. İstəyirəm ki, təəssüratlarınızı bölüşəsiniz. Yəni sizin üçün necə oldu bu səyahətmi deyim, dincəlməyimi deyim? Başda birincisi. Yəni şəhər haqqında təəssüratların nədir?
Yaxşıdır, pisdir, yaxşı. Sən də bu. Ay işte qəşəng şəhər gəzdiyirlər, görməli yerləri çox sağ olsunlar təşkil elədilər. Ay yeməkləri falan da bir şey yaxşı yerindedir, qəşəng. Bu məsəl üçün bu yeməkləri ilk dəfə də yeyirsən. Demək olar ki, hamısı da qəşəngdir. Hə. Başqa nə xoşuna gəldi Quba şəhərində? Nə, Qubanın heç gözəl nə yerləri. Day səndən soruşmuram da heç nə. Sən yeməyi yeyib qutar sonra, yaxşı? Buy. Buy. Sağ ol eləyin uşaqlar. Əziz dostlar, hər biriniz çox sağ olun. Birazdan artıq qayıdırıq yuvamıza. Hilal bəy yenə düşüncəli davranmışdı. Sığınacaqda olan digər uşaqlar üçün Quba paxlavası göndərmişdi restorana. Artıq axşam düşmüşdü, səfərimiz başa çatdı. Evə qayıdarkən hər birimizdə xoş xatirələr, təbəssümlər və minnətdarlıq hissi var idi. Bu layihəmizdə bizə dəstək göstərən hər kəsə səmimi təşəkkür edirik.